Batman yatanda anası ona nə deyir? Nə deyir? Köpəğli düş aşağı yerində yat. Buyurun. Dəniz gülü, sahibi gülü. Hə də dəniz gülü. Ən gözəl peç hansıdır? Hansıdır? Ceyran peçi. Çox sağ olun, təşəkkür edirəm zarafatlarınıza görə. Yağışlı palçıqlı havada kino çəkənlər rayona nə üçün gedirlər? Nə üçün? İtin zülmü çəkmək. Kəbra. Bir Naxçıvanda Almaniyada zavod müdiri olsa işçilərinə nə deyər? Nə deyir? İşləyin, işləyin. Atanın pulu ilə hörmətli olan adam kimdir? Kimdir? Şaxta baba. Sadiqdən başlayalım. Azərbaycanlı futbolçular səfər maçına necə hazırlaşırlar? Necə? Gedəcəyi şəhərdə Tinderdə qız tuturlar. Gəlin mənə parlaşdım. Biabr oldu. Futbol oynayanda qapıçı durmamaq üçün nə etmək lazımdır? Eləmək lazımdır. Top almaq lazımdır. Oynamırsan, futbol xoşlamırsan deyəsən. Topu yox deyə. Hə, qapıda durursan. Uşaq axırıncı dəfə pampers yatanda nə olur? Nə olur? Uşaqlığın son gecəsi. Vampirin evinə niyə su pulu gəlmir? Niyə? Çünki vampirin evində qan su yerinə axır. Qəşəngdir sənə. Əla düşələr. Süleyman uşaq olanda ona nə deyirdilər? Nə deyirdilər? Süley çıldır. Halaldır. Gəl. Həyat bizə hansı dərs öyrətməyib? Hansı? Onlayn dərsi. Dur, get. Cinsini dəyişmiş müəllimənin həyatından bəhs edən Azərbaycan filmi necə adlanır? Necə adlanır? Bizim Səbiş müəllim.